27 sentyabr qəhrəmanlıq və anı günü. Azərbaycan tarixində 27 sentyabr unudulmaz bir gündür. Bu gün vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda başlanan 44 günlük vətən müharibəsinin başlanğıc tarixidir. 2020-ci ilin 27 sentyabr səhəri düşmənin geniş miqyaslı hücumlarına cavab olaraq Azərbaycan ordusu əks hücuma keçdi. Bu tarixi gün həm qəhrəmanlıq, həm də şəhidlərin xatirəsini əbədiləşdirən hücumla çevrildi. 27 sentyabr sadəcə müharibənin başlanğıcı deyil, həm də xalqımızın birliyi, dövlətimizin gücü və əsgərlərimizin qəhrəmanlığını nümayiş edilən gündür. Bu gün hər bir Azərbaycanlı şəhidlərin ruhu qarşısında baş verir. Onların qanı ilə yazılmış zəfər tariximizi anlatılır. Şəhidlərimizin təbəşşüflarının nəticəsində minlərlə hissəsində olduğumuz parklarımız azad edilir. Hüseyni bayrağımız Qarabağda dalğalanır. Bu gün bizə həm kədər, həm də ümiddir. Kədər ona görədir ki, vətən uğrunda millətlə gənclərimiz qurbanlanır. Ümid sonuna görə ki, onların mübarizəsi sayəsində xalqımız qalib millət adını qazanır. 27 sentyabr hər birimizin yaxlaşımında əbədi yaşayacaq. Bu gün bizə həm keçmiş unutmamalı, həm də gələcək nəsillərə azadlıq və müstəqilliyin dünyasını anlaşmalı öyrədir. Sonra Cəbrayıl, Qurd qəsəbəsi qurub, Azər müharibəsinin böyük tanınan kəndləri, Tanrısı, Zərdanşin, Məmədlər Sınıq kəndləri, Daşartı və Şuşada döyüşürlər. 2020-ci ilin oktyabrında müharibə zamanı xalqın müqeyyətlənan rütbəsi alıb. Bəxri Vətən müharibəsində ciddi yaralansa da, bu xalqı zəmin tezgür qalıb. Yeni döyüş bölgəsinə qayıdı, hərbiçi yoldaşları və ona sağlanmadan döyüş meydanına qayıtmadı. Desələr də, o nə əsgərlərini və zabit yoldaşlarını öldürüb bilmərdiyə cavab etdi. Yaralı Şuşurluğuna gedən döyüşlərə qatılıb. Şu yaralılarının daşınmasında və açıq döyüşlərdə xüsusi fəallıq göstərir. Döyüş yoldaşları Şuşadakı xüsusi şüzayətliyə görə Şuşada Şuşa Kartalı 27 is observed as Remembrance Day in the Republic of Azerbaijan. It commemorates the beginning of the Second Karabakh War, also known as the 44-Day War, which started on September 27, 2020 between Azerbaijan and Armenia over the Nagorno-Karabakh region. On September 27, 2020, large-scale military clashes broke out between the armed forces of Azerbaijan and Armenia in the Nagorno-Karabakh region. This region is internationally recognized as part of Azerbaijan, but has been under Armenian occupation for nearly 30 years. Following the First Karabakh War in the early 90s, Dünyanın ən böyük sərvəti olan ömrünü qurban vermiş hər bir evladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Göydə yanan ulduzlar, şəhidlərdir şəhidlər, düşən axşam sabahlar, şəhidlərdir şəhidlər, parlaq yanan çıraqlar, şəhidlərdir şəhidlər. Orada şəhid nəfəsi var, qanla qarşılaş, o altında sönmüş şəhid havası var. Qurban olum, yavaş gəzir, o dağlarda, o daşlarda, qara şallı bir ananı, dağlar borda yarası. Yermələr sığdırdım bir nakim ömrə, hər kəsin yadında şən qala bildim. Güllələr susturan gülüşünlə sən, hər kəsin könlünə keyf sala bildin. Nur üzlü şəhidim rahat uyuyat, vətənin azad bir torpağın azad, qanımla yağdan təmizlədiyim basmaz torpaq.